Ayda atmosferi və ətraf mühiti təhqiq edəcək NASA-nın göndərəcəyi yeni robotun adı Ladidir. Kiçik avtomobil ölçüsündə olan bu robot 100 gün ərzində yer kürəsini orbit edən aydan məlumat toplayacaq. Alimlər aydakı atmosferin bizim planetdəki günəş sisteminə təsirlərini müəyyən etmək istəyir. Alimlər bunu bilməklə digər planetlərdəki asteroidlər barədə daha çox məlumat toplamağın mümkün olacağını deyirlər. Ladi eləcə də ay tozları, onun elektrik cərəyanı, sıxlığı və kütləsini öyrənəcək. Ladinin layihə meneceri Butler Hine aydakı tozun yerdəki kimi narın deyil, bərk olduğunu deyir. Bu tozlar fəza qurğularının mühərriklərini sıradan çıxarır. Başqa məsələ də var. 1960-cı illərdə Aya gəlmiş kosmonavtlar orada günəşin çıxmazdan öncə yaratdığı parıltını təsvir etmişdilər. NASA bunun ay tozundakı elektrik cərəyanı ilə əlaqəsi olub-olmadığını bilmək istəyir. Ladinin proqram təhqiqatçısı Sarah Nobel artıq ilk missiyadan 10 illər vaxt keçdiyini deyir. Bir sıra ölkələrin özəl şirkətləri yaxın illərdə Aya getməyi planlaşdırır. Toxunulmamış ayı yenidən görmək yaxşı olardı. NASA dünya boyu həvəskar astronavtları Ladinin Aya enişini izləməyə çağırır. Aydakı tozun təsirləri həmişə var və biz bunun nədən ibarət olduğunu, atmosferə təsirlərini öyrənmək istəyirik. iPhone-a malik astronomlar pulsuz aplikasiyanı telefonlarına yükləyərək öz fikirlərini fəza agentliyi ilə paylaşa bilərlər. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.